Deməli uşaqlar, yenə davam edirik dərsimizə. Qazan xanın islahatları ilə dərsimizi davam edirik. Qazan xan dediyimiz kimi Elxanilər dövlətinin belə deyək ki, ən güclü hökmdarlarından biri olmuşdu Hülakü xandan sonra. Çünki o həm də dağılmış bir vəziyyətdə olan dövləti dirçəltməyi bacarmışdı islahatları ilə. Qazan xanın hakimiyyətləri 1295-1300 4-cü illərdə olmuşdu. Yəni hakimiyyət illəri. Yəni 13-cü əsrin sonu, 14-cü əsrin əvvəlində. O hakimiyyətə gələn kimi islahatlar keçirdir. Qazan xanın baş vəziri Fəzlullah Rəşidəddin olmuşdu. Onun yəni yeniliklər, islahatlar etməsində Fəzlullah Rəşidəddinin böyük rolu olmuşdu. Qazan xanın ilk islahat torpaq islahatıdır. Torpaq islahatında nədən bəhs edilir? Deyir, torpaq islahatının əsasını Monqol qoşunlarında xidmət edənlərə torpaq sahəsi verilməsi təşkil edirdi. İqta adlanan bu torpaqlar İncu, yəni Elxani hökmdarlarına məxsus olan torpaqlar, divan və bayrat da istifadəsiz torpaqlar idi. Deməli, bu torpaqların hesabına verilir. Deməli, var uşaqlar. Monqol belə deyək ki, ordusunda xidmət edənlərə İqta torpağı paylanır. Bu torpaqlar da nədən paylanır? İncu torpaqlarından, divan torpaqlarından, bir də bayrat torpaqlarından paylanır. İncu Monqol hökmdarlarının torpaqları idi. Bayrat isə istifadəsiz torpaqlar idi. Bax, uşaqlar deyir, İqta alınıb satıla, bağışlana bilməzdi. Yəni, İqta sahibi öldükdə onun İqtası həmin işi davam etdirən xələfinə və ya başqa bir hərbiçiyə verilirdi. Qazan xanın 1303-cü ildə belə bir fərman verir ki, Qazan xan, kəndlilər bir yerdən başqa bir yerə köçə bilməzdilər. Bu nə deməkdir? Məsələn, bu kənddə yaşayırlar, başqa bir kənddə gedib ev tikib yaşaya bilməzdilər. Bu bir növ təhkimçilik idi. Yəni, bu əslində yaxşı islahat deyildi. Bu ziyanlı idi bizə, kəndlilərimizə. Amma bu çox qısa çəkir. Çünki Qazan xanın ölümü ilə bu ləğv olunur. Sonra gəlir vergi islahatı. Vergi islahatının deyir, vergi islahatına görə Qazan xan vergilərin növü, həcmi, toplanması və vaxtı dəqiqləşdirilirdi, qaydasına salınırdı. Qeyri-qanuni toplanan vergilər qadağan edilirdi. Vergi toplanması divana, mərkəzi divana, yəni hökumətin özünə, yəni hökmdarın öz yaxın, belə deyək ki, məşvərətçi orqanına həvalə edilirdi. Vilayət hakimlərinin isə deyir, bu işə müdaxiləsinə yol verilmirdi. Məhkəmə islahatı keçirib Qazan xan. Məhkəmə islahatı nə idi? Bu islahata görə qazı vəzifəsinə ədalətli, insaflı din xadimləri təyin olunurdu. Alqı-satqı işlərində qayda-qanun yaradılırdı. 30 illik iddia sənədləri öz qanuni qüvvəsini itirmiş olurdu. Lakin bu islahat tam həyata keçirilmədi. Sonra rabitə islahatı keçirilir. Rabitə islahatı nə idi? Rabitə ölkədə vahid rabitə sistemi yaradılmasına səbəb oldu. Bax, uşaqlar, əvvəl məsələn hökmdar hansısa bir fərman verir və yaxud da ki, qonşu ölkəyə məktub göndərmək istəyir. Onu atlılar neçə günlərlə çapa-çapa atlarını gedib, yəni onu çatdırırdılar. O çox çətinliklə, bəzən heç gedib çata bilmirdilər. Yolda onları öldürürdülər. Amma indi rabitə islahatına görə Qazan xan belə edir. Məsələn, bir atlı aparır, verir o birinə. 20 fərsəxdən bir. O birisi, məsələn də, yəni bir-birinə ötürə hökmdarın fərmanını aparıb mənzil başına çatdırırdılar. Yəni, bu çox sərfəli bir islahat idi, rabitə islahatı. 2 il deyir, ərzində gedirib bu islahat və əsas deyir, yollarda hər 3 fərsəxdən, yəni 20 kilometrdən bir rabitə dayanacağı yerləşdirilirdi. Rabitə dayanacaqlarına yam deyilirdi. Yam işçilərinin deyir, əhalidən vəsait almasına qətiyyən icazə yox idi. Növbəti islahatı ticarət islahatıdır. Bu islahata görə vahid pul sistemi yaradıldı. Çəki sistemi, ölçü sistemi, bunlar hamısı sabitləndi. Ticarət yolları, bazarların qorunması və gömrük toplanması üçün tədbirlər göründü. Qazan xanın bu islahatları nəticəsində əhalinin vəziyyəti yüngülləşdi, iqtisadiyyatda çox böyük canlanma baş verdi, hakimiyyət gücləndi.
Lakin Qazan xanın ölümündən sonra Məhəmməd Olcaytu, onun qardaşı gəlir hakimiyyətə. Bu islahatlar davam edir və hakimiyyət daha da güclənir. Amma Məhəmməd Olcaytunun ölümündən sonra yerinə onun 12 yaşlı oğlu Əbu Səid gəlir. Əbu Səid taxta çıxdıqdan sonra daxili çəkişmələr güclənir. Dövlət işləri bu zaman deyir, baş əmir Çobanın əlində idi. Əmir Çoban bu uşaqlar yadınızda qalsın, Monqol əsilli bir nəsildir. Onların başçıları da Əmir Çobandır. Əbu Səid Məhəmməd Olcaytunun oğlu, kiçik olduğuna görə yaşda onun yerinə Əmir Çoban idarə edirdi dövləti. Həmin dövrdə Əmir Çoban o qədər özbaşınalıq edir ki, ona qarşı 1318-ci ildə Xorasanda qiyam qalxır. Sonra bir yandan şimaldan Qızıl ordular Azərbaycana hücum edir. Əmir Çoban qiyamı yatırdır. Qızıl ordu qoşununu geri çəkilməyə məcbur edir. Sonrakı il, yəni 1319-cu ildə Gürcüstanda, Naxçıvanda və Sultaniyədə qiyamlar baş verir. Bu qiyamların yatırılmasında Əbu Səid igidliyi göstərir və Bahadur ləqəbi alır. Lakin hələ də bütün dövlət işləri Əmir Çobanın əlində idi. Əmir Çoban özü də, oğlanları da Əbu Səidin adından dövləti idarə edirdilər. Əmir Çobanın qızı Əbu Səidlə nigah diplomatiyası ilə evlənilir və Əmir Çoban belə deyək, Hülakülər dövlətində, o da ki Azərbaycanda idi da, yəni daha da möhkəmlənir. Əbu Səid narazılıqların hamısını bilir. Yəni Əmir Çobanın onun adından dövləti idarə etməsini, necə xalqa zülm etməsini, bunların hamısını bilir və artıq yaşı da böyüdüyünə görə deyir, o narazı qüvvələri öz tərəfinə çəkir və 1328-ci ildə Əmir Çobanı və oğlanlarını edam etdirir. Yadınızda qalsın. 1335-də Əbu Səid ilə döyüşdə deyir, məğlub olduqdan sonra onlar Qızıl Ordu hökmdarı Özbək xanın qoşunundan söhbət gedir, geri çəkildilər. Burada, yəni Şirvanda bütün silahlarını və əmlaklarını atıb təcili öz ölkələrinə, yəni şimala, Dağıstan tərəfə qaçmalı oldular. Dərbəndə kimi qaçdılar, oradan isə öz ölkələrinə getdilər. Yəni Qızıl Ordunun 1335-ci il Azərbaycana yürüşü haqqında bu mənbədə məlumat verilir. Sonra Çobani əmirlərinin özbaşınalığından danışılır. Yenə də 1335-ci ildə Qızıl Ordu hökmdarının ordusu deyir, Kür çayına qədər irəlilədi. Bu mənbədə danışılan Qızıl Ordunun yürüşündə Kür çayına qədər gəlirlər. Əbu Səid düşməni məğlub edir, qovur, lakin həmin vaxt özü də ölür. Əbu Səidin ölümü ilə Hülaki dövlətinin tənəzzülü güclənir. Əmir Çobanın nəvəsi Şeyx Həsən 1338-ci ildə hakimiyyət uğrunda mübarizədə deyir, hamını məğlub edir. Əbu Səidin bacısı Elxani taxtına çıxarılır. Deməli, bax, fikir verirsiniz, Əmir Çobanın nəvəsi Əbu Səid öləndən sonra fəallaşır. Amma özü taxta çıxa bilmir, o Əbu Səidin bacısını taxta çıxardır. Özü isə əmir olur, yəni dövlətdə böyük vəzifəyə sahib olur. Yenə də Çobanilərin hakimiyyəti başlayır. Dövləti Əbu Səidin bacısının adından Şeyx Həsən Çobani idarə edir. İdarə etməyə başlayır. Deyir, bu dövrdə hakimiyyət simvolları, fərman imzalanması, pul kəsilməsi, məsciddə xütbə oxunması, Elxani hökmdarın ixtiyarında olsa da, faktiki hakimiyyət Çobanilərin əlində idi. Ona görə də Azərbaycan tarixinin, uşaqlar, Azərbaycanımızın tarixinin 1338-1357-ci illəri Çobanilər dövrü adlanır. Bu Monqol nəslidir, yadınızda qalsın. 1338-1357. 1344-cü ildə Şeyx Həsən də öldürülür. Onun yerini qardaşı Məlik Əşrəf tutur. O həmin il Təbrizdə baş verən üsyanı çətinliyi ilə yatırır və açıq-aşkar qarətçilik siyasəti yeridir. Baxın, Çobanilər Azərbaycanda necə özbaşınalıqlar törədiblər. Deməli, Elxanilərin hakimiyyəti 1338-də bitir, yerinə Çobanilər gəlir.
Çobanilər də, onlar da Monqol nəslidir. 1338-dən 1357-ci ilə qədərdir. Həmin dövrdə böyük özbaşınalıqlar, xüsusən də Məlik Əşrəf. Məlik Əşrəf ümumiyyətlə Azərbaycan tarixində qanlı səhifələr yazmış bir şəxs olub, Çobani nəslindən olub. Ona qarşı deyir, Təbrizdə üsyan olur, üsyanı çətinliklə yatırdır və xalqa amansız divan tutur. Çobanilərin zülmündən təngə gələn Azərbaycan əhalisi Qızıl Ordu hökmdarı Cani bəydən yardım istəyir. Gör, xalqımız nə qədər çətin bir dövrdə olub ki, Qızıl Ordu hökmdarına yardım istəyirlər. Cani bəy 1357-ci ildə Təbrizə daxil olur, gəlir və Məlik Əşrəfi edam etdirir, öldürdürür. Elxanilər dövlətinə tamamilə son qoyulur. Qızıl Ordu dövlətinin hökmdarı Cani bəy öz oğlu Bərdi bəyi Təbrizə hakim qoyub, Qızıl Orduya qayıdır və 2 ay sonra Cani bəy də ölür. Qızıl Ordu hökmdarının oğlu Bərdi bəy atasının ölümü xəbərini eşidir, tələsik Azərbaycanı tərk edir. Bununla da Qızıl Ordu ağalığına da son qoyulur. Baxın uşaqlar, görürsünüz, Azərbaycanın tarixində nə qədər keşməkeşli, nə qədər çətin illər olub həmin dövr. Söhbət gedir, belə deyək də, 1258 yad uzadısa dediyi ərəblərə son qoyulur, Hülakülər dövləti yaranır. 1258-dən 1357-ci ilə qədər olan dövrdə xalqımız çox çətin günlər yaşayıb. Arada nisbətən yüngül dövr olub, o da ki, Qazan xanın dövrü. Qazan xan həm də İslam dinini qəbul etmişdi. O dini islahatında Mahmud adını götürmüşdü. Xalqa da İslam dini, dövlət dini elan edir. Məcbur İslamı hamıya qəbul etdirir. Yəni, bütün Monqollar İslamı qəbul edirlər. Yəni, nisbətən Qazan xanın dövrü uşaqlar xalqımız üçün yaxşı olub. Qalan dövr görürsünüz, nə qədər keşməkeşli, nə qədər çətin dövr olub. Bir yandan Qızıl Ordu tez-tez hücum edir, bir yandan da Hülakülər zəifləyir, Çobanilər bizi çox bərbad bir vəziyyətdə idarə edirlər. Yəni, xalqımız üçün çox ağır günlər idi. Yaxşı uşaqlar, sağ olun.